Salam dostlar, gördüğünüz kimi kirşamızı sökmüş yoldan köməkliyi ilə və yeniləyirik. Köhnə taxtalardan istifadə edəcəyik. Ona görə taxtalarımız 5-10 ilə yığılacaq kirşamız. Təzə taxtaya imkan olmadığı üçün köhnədən nə taxtalar qalıb onlardan istifadə edəcəyik. Gördüğünüz kimi 15'li atmışıq və 10'luğa salmışıq. Yukarıda boşanır. Tesilər köhnə kirşanın proqramı belə idi, 4 metrə düzgün değildi, olmalıydı belə. Arada fərq 83 cm-dir, biz 85 cm proqram qoymuşuq. Yəni evin eni ilə uzunluğunda olan fərq o qədərdir. Ona görə də proqram məcbur onu verir. Yəni biz proqramı uzada bilərik, amma uzatdıqca diagonaldan qaçır, yəni fərq nəzərə çarpacaq qədər, yəni 45 dərəcədən qaçır. Belə, sağ olun, izlədiyiniz üçün təşəkkürlər.